ve hörmətli Həftəlik Azərbaycan kanalının izləyiciləri, bugün efirə çıxmağımın səbəbi Reportyor info saytının rəhbəri və hər zaman məqalələrlə gündəmdə olan tanınmış jurnalist Arifə Əliyevanın Facebook səhifəsindəki bir statusla bağlıdır. Mən bu statusu oxuduqca dəhşətə gəlirəm. Çünki müasir Azərbaycan dövlətində bu cür hadisələrin baş verməsi dəhşətdir. Bəs bunun səbəbkarları kimdir? Arifə xanım öz statusunda buna aydınlıq gətirib. Bu statusu sizə oxuyacağım dəqiqliyi ilə. Yəni Arifə xanım yazır. Stat. Hamı Tovuzda toy təxirə düşən azyaşlının hadisəsinin səthini, səs-küy yaradan tərəfini yazır. Amma heç kim onun kökünə, illərlə laqeyd qalınan sosial problemlərə toxunmur. Qızın illərlə təhsildən uzaq qalması, 6-cı sinifdən sonra məktəbə getməməsi artıq böyük bir faciədir. Bu təkcə ailənin yox, dırnaqarası aidiyyəti dövlət qurumlarının, rayon təhsil şöbəsinin, ailə, qadın və uşaq problemləri də dövlət komitəsinin məsuliyyətidir. Toyun baş tutmaması yox, niyə bu vəziyyətdə gəlməsini əsas sualdır. Bəs nə zaman bu haqsızlıqlar bitəcək? Arifə xanım sual verir. Ailə, qadın və uşaq problemləri də dövlət komitəsinin indiki sədri Bahar Muradova gedəndəmi? Cavabını verir. Xeyr, ondan əvvəl Hicran Hüseynov da vardı. Və yaxud Elm və Təhsil Naziri Emin Əmrullah vəzifəsindən gedəndəmi? Xeyr, ondan əvvəl də Ceyhun Bayramov vardı. Adlar dəyişir, amma vəziyyət eyni qalır. Qurumlar illərlə hesabatlarında dırnaqarası uşaqların hüquqları qorunur deyə yazır. Amma kəndin bir küncündə məktəbdən uzaq düşən 13-14 yaşında həyatına toy sığışdırılan qızları heç kim görmür. Nə zaman bitəcək? O zaman ki, dırnaqarası niyə məktəbə getməyib sualı, dırnaqarası niyə toy olmadı sualından daha vacib olacaq. O zaman ki, jurnalistlər şou yox, məsuliyyət daşıyacaq. Arifə xanımın fikirlərindən mən də razıyam. Mənə çox maraqlıdır ki, bəzi həmkarlarımız problemin kökünü araşdırmadan təmsil olunduqları media orqanlarında bu məlumatları tələm-tələsiz verirlər. Hörmətli həmkarlarım, ölkədə problemlərin mövcudluğu hamımıza məlumdur. Amma son illər bəzi regionlarda azyaşlı qızların zorla evləndirilməsi ən böyük problemlərdən biridir. Bax, bu problemlərin dövlətin aidiyyəti qurumları həll etməlidir. Ona görə də biz media işçiləri hər zaman səbirli olaraq problemin yaranma səbəbinin kökünü axtarmalıyıq. Həftəlik Azərbaycan üçün Aqil Mahmudlu.